Demiş kimi, Hənəfi, Həmbəli, Maliki, Şafii demək o ki, eyni zamanda və demək o ki, eyni məkanda yaşayıblar. Yaxın məntəqələr. 4 nəfər, eyni məkan, eyni zaman, az-çox məsafənin, amma fikirlər fərqlidir. 12 imam məsafələrə ayrıdır. Məkanlara ayrıdır. 1-ci imam 10-cu imamı görməyib. 3-cü imam 7-ci imamı görməyib. Nə bilim, 11-ci imam 2-ci imam və s. görməyiblər. Amma hamısı əqidəsi eynidir. Has İmam Əlinin sözünü İmam Hüseyn qəbul eləməyib, bir şey var, yox. İmam Həsənin sözünü İmam Təqi inkar eləyib, yox. Hamısı eynidir. Baxma ki, bunların zaman baxımından fərqləri var. Məkanları İraqda, Ərəbistanda təbliğat ediblər. İranda təbliğat edilməmizə kimi sözləri eynidir. Niyə? Qaynaq bir dənədir, mənbə bir də yerdədir. Hamısı o tabi olub, amma bunlar yox. Bir de, mən görüşün, sən kimsən, sənin görüş nəzərin olsun. Allah peyğəm olan yerdə mən sən kimə ki? Hamısının fikri nedir? Ula baxsam, biri de belə qıl, biri de elə qıl, biri de elə qıl. Əlləsə Allahın görülməsini qeyri-mümkün olması barəsində belə buyurur. Hədis son cümləmiz. Şöyle oxuyaq bu balaca telefondan. Həmd olsun o Allaha ki, həmd edənlərin mədihi, yəni tərifi onun məqamına çatmaz. Nə qədər tərif elə, Yunus? Allaha şükür edirik. Allah sənə şükür. Neyinə şükür edirik? Bu dilimizdən. Gəl buna biz ayrıca şükürlək. Allah sənə çox şükür ki, mənə şükürləyən dil vermisən. Həqiqətən. Quranda var, 2 də var. Və in tə'udu ni'mətəllah və la tuhsuha. Allah nə qədər neməti var, nə qədər neməti var. Saysam bitməyəcək. Necə riyaziyyatda düz xətt sonsuzdur, sayır nemətlərim. Sayacaq hələ 5-10 dənə bitəcək bizim düşüncəmiz. Amma Allah deyər ki, filan şey, filan və s. Onun məqamına çatmaz, nə qədər tərif etsən. Onun nemətlərini saymaq qüdrətinə malik deyildirlər. Çalışanlar onun haqqını ödəyə bilməzlər. Say. Yəni, belə deyə misal verirəm. Tökər bir stəkan su okeanın üstünə. Okeanın su çox olacaq. Götürək, azalacaq. Yox. Allahın Allahlığına Allahlıq artırılmaz. Allahın Allahlığına Allahlıq azalmaz. Düşüncə quşunun qanat çalsa, məqamına çata bilməyəcəyi düşüncəmizin misal da burada. Düşüncəmi nə qədər inkişaf eləsə, qalxsa yuxarı məqama deyir, mümkün deyil. İdraç dəryası, yəni dərindən, dərk nə edir? Dəryanın ən dərin deyir, nə deyir? Dərk. Dərindən bir elmi bizim dərrakəmiz olsun, dalağızlarının varlığının dənişlərinə çatmaqda aciz qaldırıqları Allahdır. Yəni, sən gəlib o balaca düşüncənlə, zehnindən Allah o qədər kiçildirsən ki, o görəcək biz. Bizə deyirlər bəzən ki, imamları siz şişirdirsiniz, elə şey deyil. Sən Allaha balacalaşdırırsan, Allaha əl nisbəti verirsən, bıd deyirsən. Məndə var, paylaşmışım, şəkil formasında. Saçı belə qıvırım, can oğlan, üzü tüksüz, sarı saç, yəni paltarı belə, əğı elə, hamısının bir rivayətlərində var. Allahı o qədər kiçildirsiniz. Düşünürsünüz ki, imamları şişidirik. Yox, Allahı biz kiçiltməyik. O qalıb öz yerində, imam qalıb öz yerində. İmamı şişitmək olmaz. Heç bir şeyə, hər hansı imamımıza Allah kimi baxmır. Mən ona yətən baxmıramsa, sən niyə mənə yermən qərar qəbul mənə böhtan atırsan? Mən bir bəhs edirdim. Bildim, bunların o fikri var da, bizə müşrik, nə-də. Oturub sağlamlaşdıq. Dedim ki, mən müsəlmanam, əşhədə ən la ilahə illallah və Muhammed Rasulullah. Dedim, mənim hökm nədir? Mən bu sual verdim. Mənim hökm nədir? Mən bu 2 cümlə dedim, ha? Dedi, hə. Dedim, mənim hökm nədir burada? Dedi, sən müsəlmansan. Dedim, sonra. Demədim ki, Əli Allahdır, Məhəmməd Hüseyin, xanım Fatimə Allah. Dedim bunları. Dedi, yox. Dedim, mən müşrik deyiləm də. Düz? Dedi, hə. Dedim, onda mövzu düzgün qoy. Sən, mən o şeyin əhli deyiləm, sən beyni o şey yaradırsan,
Mənə versən nisbəti. Bəzi insanoğlu beynində bir şey yaradır, o şey yoxdur ya. Başlayırsa ittiham eləməliyə. Bax ki, o şey var, yoxsa yoxdur. Sən öz düşüncün mənə deyirsən. Sənin zihində artıq şirk var. Sən bilmədən də öz zihində Allaha şirk edirsən. Mən etmədiyim halda mənə versən nisbət, mənə müşkün elə birinci sənsən. Bilmədən də o şirkin sənin içindəsən. Belə, Allah elimizi artıq etsin, Allah bizi əhl-i məşhur eləsin dünya və axirətdə. Allah duamızı qəbul eləsin, Allah yolun gözlədiyimiz 12-ci ayımızın gəlişini tezləşdirsin, amin. Allahümmə salli ala Muhammed və al Muhammed və accil faracahum.